Salam. Fikir verin, hava bulutludur. Bulutları adətən müşahidə eləməyi çox sevirəm. Amma mənə təəccüb elətdirən odur ki, bu bulutlar hər saniyədən bir öz formasının, rəngin dəyişir. Tamam başqa formalar alır, tamam başqa rənglər alır. Hərdən fikirləşirəm görəsən bunun səbəbi nə ola bilər? Bax, niyə eyni formada olan bulutlar əgər bir qədər müşahidə eləsəz, bax görəcəksiniz ki, həqiqətən də bax görürsüz necə öz formasını dəyişdi. Təkcə formasını deyil, həm də rəngini. Düzdür, mən də bilirəm ki, buludlar su buxarlarından əmələ gəlir. Amma bunun bu cür tez-tez hər an öz rəng və formasını dəyişməsi məni həmişə maraqlandırır. Və bunu da sizinlə paylaşmaq istədim. Deyərəm ki, bir neçə müddətdir ki, müşahidə edirəm. Tamam ayrı-ayrı formalar yaranır. Tamam. Bəlkə bunun səbəbini siz bilirsiniz. Bilirsinizsə mənə yazın. Bu qədər. Sağ olun.